Son Fatih Nadir Şah Əfşarın dövləti rəsmi olaraq necə adlanırdı? Bundan əvvəlki videomuzda biz sizə Osmanlı qaynaqlarından olan Naimə tarixi adlı əsərdən Şah İsmayılın qurduğu dövlətin rəsmi olaraq necə adlandırılması ilə bağlı statlar gətirmişdik. Bu hələ son deyil. Növbədə Naimə Humayun dəftərləridir. Bu topluda 1-ci Mahmud ilə Nadir Şah Əfşar arasında və eyni zamanda onların sədr-əzəmləri və şeyx-hüsranlar arasında olan məktublaşmalar yer almaqdadır. Deyirsiniz, Səfəvi dövləti anlayışı yox idi. Nadir Şah Əfşarın dövləti rəsmi olaraq İran adlanırdı. Gəlin baxaq. Beləliklə səhifə 30 Nadir Şahın Osmanlı Sultanı 2-ci Mahmudun sədr-əzamına göndərdiyi məktub. Muğan qışlarında bir araya gəlmişlər. Səfəvi sülaləsinə təbaəti ilə bizim naiblərimizi Türkman ilinin şahı və sərvəri təyin etmək surəti ilə həd və s. Orijinaldan da gördüyünüz kimi burada yazılıb Şah-ı İli Türkman. Daha sonra Nadir Şahın Osmanlı Şeyxülislamına göndərdiyi məktub. Onlar Səfəvi sülaləsinə biət etməkdən vaz keçdilər. Bizi də Türkman ilinin mirasçısı konumunda şah və komutan seçdilər. 79-cu səhifədə Nadir Şahın Osmanlı Sultanı 2-ci Mahmuda göndərdiyi məktub. Rusun xahiş və ricasına binaən ahd-ı iqrar oldu ki, hər nə vakit ki, dövlət-i Aliyyə-i Osmaniyyə ilə bu dövlət-i nadirə beynində müqəddimə müslahat təhəqqüq bular. Diqqət yetirin, dövlət-i nadiriyyə, Türkmen eli var, dövlət-i İraniyyə, dövlət-i Persiyyə və yaxud da başqa bir təbir yoxdur. Sultan 1-ci Mahmudun sədr-əzamından Nadir Şahın sədr-əzamı olan oğlu Nəsrullah xana məktub. Səltənat-ı Səniyyə-i Osmaniyyə ilə Devlət-i Behiyyə-i Nadiriyyə beynində və s. Nadir Şahın sədr-əzamı Nəsrullah Mirzədən 1-ci Mahmudun sədr-əzamına məktub. Yücə ordunun Hindistana düzənlədiyi səfərdən sonra qarğanlığa bağlı məmləkətlərin hudud başı və əbədə qədər davam edəcək Nadiriyyə dövlətinə aid vilayətlərin və s. Gördüyünüz kimi bir neçə məktubda dövlətin rəsmi olaraq adı Türkmen ili gedir, bir neçələrində isə Dövlət-i Nadiriyyə, Dövlət-i Behriyə-i Nadiriyyə, Dövlət-i Nadirə kimi qeyd olunmaqdadır. Nadir Şah tərəfindən Sultan 1-ci Mahmuda göndərilən məktub. Millət-i Cafəri və Hüccac-ı İrana Erkani Beytullahil Haramdan bir rukun ihtisas və Mısır və Şam qaydəsi üzərə Devlət-i Aliyyə-i Nadiriyyədən Əmir-i Həc Taifin və s. Burada isə Dövlət-i Aliyyə-i Nadiriyyə kimi keçməkdədir. İndi isə məktublarda Qızılbaş dövlətini Səfəvi dövləti kimi qeyd olması haqqında. Sultan 1-ci Mahmud tərəfindən Nadir Şaha göndərilən Namə-i Humayun. Təhrirat-ı səniyyələri müəddəsi üzərə Dövlət-i Səfəviyyənin ibtidai zuhurundan bəri və s. Əfqan Əhməd Şah və Sultan 3-cü Mustafa arasında məktublaşmadan. Hanedan-ı Dövlət-i Səfəviyyə kulliyən pəmal və zəmini İranın pür ixtilal olması və s. Gördüyünüz kimi orijinalda da məhz bu cür keçir. Dövlət-i Səfəviyyə. Beləliklə bugün biz nə öyrəndik? Rəsmi məktublaşmalarda Nadir Şah Əfşarın qurduğu dövlət rəsmi olaraq Türkmen eli və eyni zamanda Dövlət-i Nadirə, Dövlət-i Nadiriyyə və yaxud da Dövlət-i Aliyyə-i Nadiriyyə kimi adlandırılmaqdadır. Və eyni zamanda Qızılbaş dövlətinin də Səfəvi dövləti kimi adlandırılmasına da bu məktublarda rast gəlinməkdədir.